بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم آت نفوسنا تقواها وزكها أنت خير من زكاها أنت وليها ومولاها. Ramazanın 23-cü gecəsindəyik. Allah subhanahu wa ta'ala həmd olsun. Və biz keçən dərs Qədr gecələrinin ən çox ehtimal olunan, söylənilən gecələr hansı olduğu barədə danışdıq. Və hədislər ehtimallıdır. Hədislər son 10 gecədə axtarılmasını göstərir, təyin etmədən hansı gecə olduğu Qədr gecəsini. Həmçinin hədislər son gecələrin tək olan gecələrində axtarılmasına işarət edir. Odur ki, hər bir halda Qədr gecəsi bildiyimiz kimi təkrar oxuduğumuz surədə hansı ki Allah subhanahu ta'ala bəyan etmişdir ki Leylətul Qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan üstündür. 1000 aydan. 1000 ay Qədr gecəsi olmayan aydan üstündür. Yəni bu gecə əgər sən ibadətə müvəffəq olunsan, o deməkdir ki, sənin haqqında Allah qatında 1000 ay ibadət etmiş kimi yazılır. Əgər Qədr gecəsi ibadətə müvəffəq olsan, o zaman sən bu bir gecənin müqabili olaraq 1000 ay Allaha ibadət etmiş sayılırsan. Yəni, axirət günü bir gecənin ibadətinin, savabının əvəzinə 1000 ay edilən ibadətin savabını alacaqsan. 1000 ayın da 83 il 4 ay edir. Sanki 83 il 4 ay durmadan, özü də durmadan ibadət etmiş kimi. Bu bir gecənin savabı sadəcə. Yaxşı, əgər Allah səni müvəffəq etsə, 10 Ramazan, 20 Ramazan və o Ramazan aylarında olan o Qədr gecələrində ibadət görün nə qədər Allah subhanahu ta'alanın lütfü genişdir. Rəhməti, bizlərə olan rəhməti olduqca böyükdür. Və bu baxımdan biz Allahın üzərimizə olan lütfünü, mərhəmətini xatırlamalı və buna görə Rəbbimizə şükür etməliyik. Bu ayda edilən gözəl, salih əməllərdən də birisi Rəbbimizə şükür etməkdir. Şükür ibadəti. Əvvəla baxın, Allah subhanahu wa ta'ala nəsib etdi bizləri, Ramazana yetişdirdi. Ramazana yetişdirdi. Sonra Allah subhanahu wa ta'ala bura qədər oruç tutmağı müvəffəq etdi bizə. Artıq bu gün, yəni 23-cü gecədir, yəni sabah 23-cü günün orucuna başlayırıq inşallah. 22 gün oruç tutmayı Allah subhanahu wa ta'ala müvəffəq edir. Üstəlik buna da əlavə et, Allah subhanahu wa ta'ala bizə əmin amanlıq verir. Əmin amanlıqda edirik biz bu ibadətləri. Yəni siz təsəvvür edin, müharibə şəraitində deyilik. Qorxumuz yoxdur. Əgər belə olmasaydı biz bu ibadəti bu cür edə bilərdikmi? Amma onu dərk etməniz üçün baxın o yerdəki müsəlmanlar qorxu içindədir. Müharibə şəraitindədir. Baxın onların halında görün Ramazanı necə keçirirlər. Qorxu içində. Üstəlik buna əlavə et bolluq. Bolluq içindəyik. Əmin amanlıq və bolluq neymətində olaraq keçiririk biz bu Ramazan ayını. Bu neymət deyilmi? Neymət deyilmi bu? Bundan böyük nə neymət ola bilər? Buna şükür etmək lazımdır. Əmin amanlıq neyməti həqiqətən böyük bir neymət. Bunu yalnız itirən bilər.
Bunu yalnız o müharibə şəraitində olanlar bilirlər əmin-amanlıq neməti nədir. Ona görə əmin-amanlıq istənilən bir nemətdir Allahdan. İstənilən. Necə ki, İbrahim əleyhissalam Rabbi ic'al həzə bələdən əminə. Ey Rəbbi, bu ölkənin əmin-aman bir ölkə idi. Əmin-aman. Həmçinin Allah təala deyir: "Fəliyəbudu Rabbə həzəl beyt əlləzi at'amahum min cu'in və əmənəhum min xavf." Qoy onlar bu evin Rəbbinə ibadət etsinlər. Hansı ki Allah onları aclıqdan qurtardı və qorxudan da onlara əmin-amanlıq verdi. Allah özü bunu xatırlayır. Qorxudan əmin-amanlıq verdi. Demək ki, əmin-amanlıq nemətdir. Əmin-amanlıq böyük bir nemətdir. Amma bəzən nemət adiləşir. Elə bilirik ki, sanki belə də olmalıdır. Xeyr, belə də olmalı deyil. Bu Allahın sənə olan əlavə bir lütfüdür. Sən də o uçuq altında qalan, o silahlı ateşlər altında qalan insanlar kim ola bilər? Yəni sən özünü necə üstün sayırsan onlardan? O qorxu içində yaşayan müsəlmanlar, oruçlu ola, öldürülən müsəlmanlar bu Ramazan günlərində. Adi deyil bu. Bu neymətdir və bu neymətə görə soruşulacaqsan. ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ. Sonra neymətlər barəsində soruşulacaqsınız. Əmin-amanlıq böyük bir neymət. Xatırla həmişə bunu. Xatırla. Bədənində olan əmin-amanlıq, evində olan əmin-amanlıq, ölkəndə olan əmin-amanlıq. Və bunu qorumağa çalış. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Mən asbaha minkum aminan fi sirbihi, muafan fi jasadihi, və indehu qutu yawmihi ka'annahu hizat lahu dunya." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim evində və yaxud ailəsində və yaxud ölkəsində və yaxud yolunda əmin aman olaraq, bədəni sağlam olaraq və bir günlük yeməyi olaraq sabahlasa, sanki dünya ona verilmişdir. Sanki bütün dünya. Fikir veririz, kim əmin aman olaraq sabaha çıxsa, sabah qalxdın ki, əmin amanlıqdasan. Ateş kəsdi, müharibə yoxdur, zəlzələ yoxdur, uçuq altında deyilsən, nə bilim, düşmən həmləsi altında qalmamsan, evin, eşiyin rahat, qalxırsan əmin-amanlıq. Bədənində də sağlamlıq var, durursan özünə baxırsan, xidmət edirsən, ayaq ustasan, yeyirsən, içirsən və bir günlük də yeməyin var. Bir günlük sadəcə yeməyin var. Sanki deyir, Allah Resulü deyir, sanki bütün dünya ona verilmişdir. Bütün dünya. Yəni sən dünya neymətlərinə sahibsən kimi hesab edilirsən. Dünya neymətlərinə sahibsən kimi hesab edilirsən. Bəs bundan artıq olduğu halda, demək ki, sən bu halda əgər bu belədirsə, bu neymət səndə varsa, səndən tələb olunan şey var. Allah subhanahu ta'ala neyməti elə belədən vermir. Elə bilməyin ki, Allah ta'ala neymət verir sizə belə. Və sonra bunun müqabilində heç tələb etmir sizdən. Allah ta'ala bu neymətin müqabilində böyük bir şey tələb edir. Hansı ki, əslən məxluqatdan tələb etdiyi şey nədirsə o. O da nədir məxluqatdan tələb etdiyi Rəbbimizin? İbadət. Hər bir halda ibadət tələb edir Allah Rəbbimiz bizdən. Ya bu neymət anında, neymətlə bizə cür neymətləri bəxş etdiyi halda bu durumumuzda Allah təala bizdən şükür ibadətini tələb edir. Şükür ibadətini. Və razaqakum minət-tayyibati la'allakum təşkurun. Allah təala buyurur və sizə müxtəlif növ ruzilərdən verir ki, bəlkə şükür edəsiniz. وَاذْكُرُونِ أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ. Məni xatırlayın, mən də sizi xatırlayın. Mənə şükür edin, küfr etməyin. Mənə şükür edin,
Küfür etməyin. Allah subhanahu ta'ala nədir? Səndən şükür istəyir. Allah ta'ala nə qədər ayələrdə öz neymətlərini xatırladı. Və sonra bunun arxasında şükür tələb edir. Əfərəeytumul mə'əlləzi təşrabun Əəntum ənzəltumuha minəl muzni əm nəhnul munzilun Ləv nəşəə cəəlnəhu ucəcən fələv lə təşkurun Allah ta'ala deyir, sizə verdiyiniz suyu görmürsünüz. Sizə yağdırdığımız yağışı, suyu görmürsünüz. Onu bulutlardan sizsiniz axıdan, yoxsa biz. Əgər istəsək, onu acı edərdik. Bəlkə şükür edəsiniz. Təsəvvür edin, əgər bu içdiyimiz su, bu tam da olmasa, hansı ki, həyat mənbəyidir bu su. Ondan bütün məxluqat istifadə edir. Bütün məxluqat. Heyvan, bəşər və yəni ki, bitki aləm hamısı. Allah təala deyir, əgər o suyu acı içsək, onu sonra kim sizə verə bilər? Bəlkə şükür edəsiniz buna görə. Görün, Allah subhanahu ta'ala səndən şükür istəyir. Şükür tələb edir. Çünki şükrün əksi nədir? Nankörlükdür. Şükrün əksi nankörlükdür. Neyməti görülməzlikdir. Odur ki, Rəbbinə şükür et. Və bu neymətləri xatırla. Lə-in şəkərtum lə-əzidənləkum. Əgər şükür etsəniz, artıraram. Şükür, neymətin qalmasına səbəbdir və artmasına səbəbdir. Şükür, neymətin qalmasına, sonra isə artmasına səbəbdir. Hər bir neymətin. Lakin şükür necə olur? Əsas budur. Əsas budur, şükür necə olur? Şükür, təkcə dillə, əlhamdülillah deməkdən ibarət deyil. Şükür qəlblə olur, dillə olur və əzalarla olur. Əgər bu üçü bərabər olarsa, sən şükür etmiş sayılırsan. Əgər üçü bərabər olsa, şükür etmiş sayılırsan. Şükür əvvəla qəlblə olur. Necə olur qəlblə? Etiraf etməlisən ki, bütün neymətlər Rəbbindəndir. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan elə bir neymət yoxdur ki, Allahdan olmamış olsun. Sizdə olan bütün neymət Allahdandır. Bunu etiraf etməlisən, qəlbinlə bilməlisən ki, bütün neymətlər Allahdandır. Səndən heç nə deyil. Hətta sən çalışsan da, nəyəsə öz elminlə, öz gücünlə, nəyəsə nail olsan, bil ki, Allah yönəldir. Allah istəyib ki, o olsun, sonra da onu da sən neymətləndirsin. Və ən böyük neymət də İslam neymətidir, iman neymətidir. Bu da sənin özündən deyil. Allah sənə verib bunu. Demək ki, əvvəla nədir? Etiraf etməlisən ki, neymət Allahdandır. İkincisi, dilinlə şükür etməlisən. وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّسْ Amma Rəbbinin neymətini danış. Dilinlə şükür etməlisən. Danışmalısan Allahın səndə olan neymətini. Gizlətməməlisən yəni. Danışmağın məqsədi odur ki, gizlətmə. Danışmaq şükür əlamətidir. Razı qalmaqdandır ki, Rəbbim mənə bunu verib, bunu verib Rəbbim mənə. Əlhamdülillah, Allah Taala öz qulunda ona bəxş etdiyi neymətin əsərini görməyi xoşlayır. Necə ki, Peyğəmbər sallallahu bir səhabəsində bunu dedi. Dedi ki, Allah sənə verdiyi neymətin əsərini üzərində görmək istəyir. Deməli, qəlbinlə etiraf et və şükür et. Allah Taala istəmir ki, sən neyməti gizlədəsən, özünü əks kimi göstərəsən. Allah Taala qanıyıb deyir ki, "Vəllezine yebxalunən-nase və ya'murunən-nase bil-buxli və yaktumun ma atahumullahu min fadli." Allah Taala deyir, o şəxslər ki, paxıllıq edir və insanlara paxıllığı əmr edir və Allahın verdiyi fəziləti gizlədirlər. Gizlədirlər Allahın verdiyi neyməti. Düzgün deyil bu. Neymətin şükründən deyil. Neymətin şükrü odur ki, onu qəlbinlə bil, tanı, Allahdan neymətdir, sonra danış dilinlə.
Və üçüncüsü, neymətin şükrü, o da əməl. Əməl. Yəni, Allahın sənə verdiyi neymətləri Allah yolunda istifadə et. Allahın sənə verdiyi neymətlər nədir? Allah yolunda istifadə et. İ'məlu ələ Davudə şükra. Ey Davud ailəsi, əməl edərək şükr edin. وَاشْكُرُوا إِيَّهُ إِنْ كُنْتُمْ إِيَّهُ تَعْبُدُونَ وَاشْكُرُوا اللّٰهِ إِنْ كُنْتُمْ إِيَّهُ تَعْبُدُونَ Allah deyir, əgər Rəbbinizə ibadət edirsinizsə, şükür edin onu. Deməli, Allahın sənə verdiyi neyməti Allah yolunda istifadə etməlisən. Əgər bu bədən sağlıq neymətidirsə, bunun şükrü odur ki, bilmən ki, Allah sənə buna sağlığı, bədən sağlığını verib, sonra bunu danışmağın ki, elhamdülillah Allah məni sağlam edib, sonra bunu Allah yolunda istifadə et, Allah yolunda sərf et. Necə? İbadətdə. İbadətə yönel, haramlardan uzaq et. Allah subhanahu ta'ala sənə geniş ev veribsə, mənzil veribsə, bunun şükrü odur ki, etiraf et, dilinlə danış, sonra orada haramlar etmə. Haramlar etmə. Orada haramlar etməyin o neymətə nankörlükdür, şükür deyil. Odur ki, şükür ibadəti ilə sorumlusunuz. Şükür ibadəti ilə sorumlusunuz. Və müsəlman daima şükürlə imtihan olunduğu kimi səbirlə də imtihan olunacaq. Yəni, bu iki şeydən kənarda olmayacaqsan. Ya sənə müsibətlər, çətinliklər gələcək, Allah təala səndən səbir tələb edir, səbir etmən də ibadətdir, ya da afiyət, neymət içində olacaqsan, bu halda da Allah subhanahu ta'ala səndən şükür tələb edir. Acəbən min əmril mu'min. İnnə əmrahu kullahu ləhu xeyr. Və leysə zəlikə illə li mu'min. İn asabahu sarra şəkər, fəkənə xeyrən ləhu. Və in asabahu darra sabar, fəkənə xeyrən ləhu. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mömin necə də qəribədir müminin işi. Necə də qəribə, o mənəc, necə də gözəldir. Niyə? Hansı mömin? Və bu deyir, yalnız mömin üçündür. İndi deyəcəyim. Əgər deyir, ona bir xeyir gəlsə, afiyyət olsa, şükür edər. Və bu da onun xeyri nədir? Əgər ona bir müsibət, çətinlik baş versə, səbr edər. Bu da onun xeyri nədir? Odur ki, şükrünüzü çoxaldın, hətta bu neymət sizdə qalsın. Bəzən bir çox insanlar olduğu neyməti dəyərləndirməyiblər, sonra müsibətə uğrayandan sonra başlayıblar Allaha qayıdıblar. Sən gözləmə, müsibət gəlsin, səni qaytarsın Allah özünə. Bəzən Allah öz rəhmətindən dolayı müəyyən qulları istəyir ki, özündən uzaq düşməsin. Və Allah təala görəndə ki, qul var dövlətdən məsələ azmağa doğru gedir, birdən onu dayandırmaq üçün əlindən alır. Allah təala görəndə ki, onun bir sevdiyi quludur. Bəli, imanına görə, tohumuna görə sevir, amma nəfsini allanıb, var dövlət onu azdırır. Haqqını ödeyə bilmir, şükrünü ödeyə bilmir. Allah ona istədiyi xeyirdən dolayı Allah subhanahu ta'ala ondan alır. Və yaxud bir müsibətə uğradır onu, əlindən olan o neymət, o afiyyət və yaxud o mal dövlət çıxsın deyə, hətta bilsin o qul. Bilsin ki, bu neymətin şükrünü ödəmədiyinə görə gəldi bu müsibət başına. Ona görə müsibət gəlmədən öncə şükrünüzü çoxaldın. Və əlinizdə olan neyməti yalnız Allah yolunda sərf edin. Allah yolunda istifadə edin. Və Allah subhanahu ta'ala bizləri şükr edən qullardan etsin. Və Allah subhanahu ta'ala bizləri özünü xatırlayan və zikr edən qullardan etsin. Allah azza və cəllə bizləri nankör olanlardan etməsin. Allah subhanahu ta'ala ibadətlərimizi qəbul etsin və bizləri müvəffəq etsin. Və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və ashabihi əcmaîn.